Hər vaxtınız xeyir olsun. Bu videoda Oracle SQL ilə bağlı video seriyamızın davamı olaraq çəkilir və bu gün where istifadəsindən, yəni şərtdən bir növ filtrləmə funksiyasından istifadəyə baxacağıq. Where-dən Oracle SQL-də, ümumiyyətlə SQL-də hər hansısa bir sorğu yazdıqda ötən videolarda qeyd etdiyimiz kimi select operatorundan istifadə edirdik və sütunları gətirirdik, onlara aliaslar və s. Həmçinin from istifadəsinə də baxmışdıq. Lakin yazdığımız, gəlin təkrar bir də baxaq ona. Select ulduz from employees. Qeyd etdiyimiz employees cədvəli Human Resources HR datasetinə daxildir. Və gördüyünüz kimi ulduzdan istifadə, fromdan istifadədən ötən videoda danışmışdıq. Bugünkü baxacağımız operatorumuz isə where operatorudur. Where-in istifadəsi ilə biz bir növ çağırdığımız output-a, yəni yazdığımız sorğuya əlavə olaraq şərtlər veririk. Məsəl üçün biz select hissəsində, bu hissədə xüsusi olaraq kolumlardan seçə bilirdik. Məsəl üçün first name, last name və bir də məsələn job ID. Yəni bu bir növ bizə sütunlara şərt qoymağımıza kömək edirdi. Yəni bütün sütunlardan seçə bilirdik, hansını yaza bilək. Və ulduz yazdıqda isə bütün sütunları gətirirdi. Eyni where operatoruna baxsaq, burada görəcəyik ki, aşağıda, yəni bu hissədə bundan sonra where operatoru gəlir. Və biz burada artıq where operatorunun köməyi ilə xüsusi olaraq sətirlərə filtr vermiş olacağıq. Sətirlərə filtr vermək bizə nəyə görə lazımdır? Məsəl üçün, bu employees cədvəlinin bütün hamısını yox, xüsusi olaraq müəyyən bir qrup daxilində, yəni müəyyən bir şərtə cavab verən hissələrini götürmək istəyirsə, bu sorğudan istifadə eləyə bilirik. Where-dən sonra bizim condition adlandırdığımız, yəni bunu özüm belə qeyd elədim. Yəni sırf bu hissədə bizim şərtimiz olur. Məsələn, ilkin olaraq başlaya bilərik. Burada da eyni ilə yəni aritmetrik operatorlardan da istifadə edə bilərik və yaxud da digər şərt operatorlarından da istifadə mümkündür. Deməli, təkrar bunu ekrana verək. Baxırıq burada, deməli, nələrimiz var? Employee ID, commission PCT və s. və s. Bu tip sütunlarımız var. Məsəl üçün bizə deyə bilərlər ki, 2000-ci ildən əvvəlki, yəni 2000 deməyək, 2005-dən əvvəl işə qəbul olunmuş əməkdaşları siyahısını bizə təqdim edin. O zaman where hire date'imizi qeyd edirik. Hire date və kiçikdir tariximizi qeyd edirik. Deməli 01/01/2005. Qeyd etdiyimiz kimi 2005-ci ildən əvvəl. Baxırıq burada qaytardığı cavablara baxsaq, hətta belə bir şey eləyək. Order by hire date və bunu da descendant olaraq sıralasaq, görəcəyik ki, maksimum 2004-cü il üçün olan nəticələri bizə qaytarır. Yəni 10-cu ay, yəni 2004 oktyabrın 1-i maksimum olan budur. Gördüyünüz kimi, həmçinin 2005-ci ildən sonra da deyə bilər, müəyyən tarix də deyə bilər, hətta hire date-dən əlavə burada məsəl üçün department ID-si, elə ən gözəl örnək ola bilər. Məsəl üçün deyə bilər ki, 50 nömrəli departament lazımdır mənə sırf olaraq. Bu
Bu zaman yazacaq department ID bərabərdir 50. Gördüyünüz kimi departament ID-si ancaq və ancaq 50 olan işçilərimizin siyahısı burada göstərilir. Bundan əlavə biz where-in içində between operatorundan da istifadə edə bilərik. Between nəyi göstərir? Məsələn, iki tarix arasında, iki ədəd arasında olan yerləşəni göstərir və tarix özü də ədəd tərkibli olduğuna görə elə between-ə yazmaq mümkündür. Məsələn, deyək ki, 2005-ci il və 2007-ci il aralığında işə qəbul olan əməkdaşlarımızın siyahısını istəyirlər. Bu zaman yazıb hire date between, deməli, qeyd etdiyiniz kimi bu zaman olacaq, deməli, 01/01/2005, daha sonra isə and qeyd edirik ki 31/12/2007. Təkrar baxırıq, gördüyünüz kimi bizə sırf bu iki tarix aralığında olan, yəni hire date, işə qəbul tarixi, bu iki tarix arasında olan əməkdaşların ümumi siyahısını nəticə olaraq bizə vermiş oldu. Bundan əlavə, between-dən əlavə bizim ən çox tekstlər üzərində, yəni stringlər üzərində əməliyyatlar zamanı istifadə etdiyimiz like operatorudur. Like operatoru isə bir növ, belə, məsəl üçün burada hansını yoxlaya bilərik? Tutaq ki, bizdən istəyirlər ki, adı R hərfi ilə başlayan əməkdaşlar olsun. Bu zaman qeyd edirik first name, yəni adı, like operatoru və burada iki cür wildcard deyirlər, bunlar istifadə olunur. Bunlar nədir? Məsəl üçün biz demişdik ki, adı R hərfi ilə başlayanlar. R və arxasına faiz işarəsi qoyuruq. Burada faizdən əlavə iki tip istifadə olunur. Biri faizdir. Faiz n sayda simvol əvəz edir. Yəni burada hər hansı bir, bundan sonra R hərfindən sonra 100 dənə də simvol ola bilər. N hərfindən sonra simvol olmaya da bilər. Yəni istənilən qədər. Lakin digər istifadə edilən underscore deyirlər, altdan xətt. O isə yalnız bir simvolu əvəz edə bilir. Bir simvol. Lakin bu simvol istifadə olunduqda orada mütləq bir simvol olmalıdır. Yəni R faiz yazdığımızda R ilə başlayan və gerisi nə olursa olsun hamısını çıxaracaq. Baxırıq buradan Randall, Renski. Like operatorundan indi isə underscore olandan underscore-la bir şərt verək, onu yoxlayaq. Məsəl üçün sondan, axırdan ikinci hərfi, məsəl üçün L olan əməkdaşları istəyir. Bunun üçün nə edirik? Yəni əvvəli istənilən bir şey ola bilər və sondan ikinci dedikdə, yəni bir L-in özü və L-dən sonra da bir dənə mütləq bir simvol olmalıdır. Bunu yazıda görürük. Gerald, Donald və hamısında fikir verin. Sondan bir ikinci hərfi L-dən ibarətdir. Bundan başqa where operatorundan, yəni burada istənilən kombinasiyalar, müxtəlif qarışıq kombinasiyalardan istifadə olunur. Məsəl üçün D ilə başlayan, D ilə bitən deyə bilərik. D ilə başlayan və D ilə bitən, gördüyünüz kimi David və müxtəlif üsullarda istifadə eləmək olar. Daha sonra where operatoruna şərt ola bilərək, şərt olaraq daha doğrusu, burada təkcə bir şərt verməklə kifayətlənmək olmur. Məsəl üçün biz deyirik ki, D ilə başlasın, D ilə bitsin. Həmçinin də
soyadının sonunda N hərfi olsun, məsəl üçün. Bu zaman əlavə olaraq and operatoruna istifadə olunuruq və and qeyd edərək yazırıq last name, onunsa sonuncu hərfi olmalıydı, N hərfi, yəni faiz və N. Aha, indi yoxlayaq. David Austin, gördüyünüz kimi David Bernstein. Hər iki şərtimiz ödənir. Yəni adı D ilə başlayır, D ilə bitir, soyadı isə, familiyası isə istənilən simvolla başlaya bilər. Əsas odur sonuncu hərfi N olsun. Və bu iki şərt and operatoru verildiyinə görə, yəni həm ad hissəsində, həm də soyad hissəsində hər iki şərtin ödənməyi tələb olunur. Bununla yanaşı or operatorundan istifadə edə bilərik. Or operatoru nə edir? Or operatoru isə bizdə deməli iki şərtdən birini, yəni belə deyim, bu true və bunu siləcəm. Bu false olsa, yəni ancaq D ilə başlayıb D ilə bitsə, onları da qaytaracaq və həmçinin əksinə aşağıdakı true olsa, yuxarıdakı false olsa, yəni soyadı N ilə bitsə, amma adı istənilən olsa, yenə onu qaytaracaq. Bunu yoxlayaq. Bəli, baxırıq, burada D ilə başlayıb D ilə bitir, amma soyadında N ilə bitmir. Lakin burada Johnson soyadı N ilə bitir, N ilə bitir, amma adı birinci şərtə uyğun deyil. Aha, deməli and və or operatorlara baxdıq. Burada həmçinin bəzən məsəl üçün deyə bilər ki, bizə adı D ilə başlayıb D ilə bitməyən əməkdaşlar. Bu zaman nə edirik? Məsələn, D ilə başlayıb D ilə bitəni bildik. Yəni 4 əməkdaş var. David, Donald, Davidlər. Lakin bizdən əksini inkarı olaraq istəyirsə, bu zaman not istifadə olunur, not operatorundan. Yəni verdiyimiz şərti inkar edirik bunu. Bunun əksini istəyirik. Baxsaq görəcəyik ki, burada 103 sətr qaytardı və heç birində D ilə başlayıb D ilə bitən bir əməkdaş adı yoxdur. Bundan başqa where operatorundan ən əsas belə deyək, istifadə olunduğu nöqtələrdən biri də, bunu biraz dəyişək, employee qoyaq. İstifadə olunduğu daha bir nöqtə isə odur ki, məsələn, commission PCT cədvəlimiz var, sütunumuz var və burada gördüyünüz kimi null dəyərlərdən ibarət olan hissələr var. Məsələn, onu yoxlamaq üçün qeyd edirik. Commission PCT is null. Yəni is null. Bütün null olanları bizə qaytarsın. Baxacaq burada hamısı null olan dəyərlər qaytarır bizə və 72 sətirdə, yəni commission PCT nulldur. Həmçinin nullun da əksini istifadə etmək üçün is not null istifadə edə bilərik. Yəni null olmayan dəyərləri bizə qaytaracaq. Deməli, bununla yanaşı bizdə başqa, məsəl üçün qeyd etdiyimiz and or operatorlarına baxanda or operatoruna istifadə etdikdə tutaq ki, bir neçə şərt veririk. Məsəl üçün first name adı başlasın, first name like, adı başlasın ayla. Ayla başlasın. Deyir ya ayla başlasın. Ayla başlayan ya da or, məsəl üçün departament üzərində eləsək daha məntiqli olar. Department ID bərabərdir 80 nömrə or department ID
bərabərdir 90 or department ID bərabərdir 50. Gördüyünüz kimi 3 departament istəndi bizdən. Yəni 80, 90, 50 nömrəli departamentlərdə hər hansısa biri istənir. Hər hansı biri deyəndə, yəni hansı varsa onları istənir bizdən. Baxsaq görürük 90, 50 və 80 hamısını qaytardı. Lakin bu uzunluqda yazı yazmamaqdan ötürü deməli 80 silirik. Bunu da silirik. Belə uzun-uzadı oradan istifadə eləməmək üçün in operatoru bizim köməyimizə çatır. In operatorunun əslində Power BI-də də geniş istifadə olunur. İstifadəsinə baxaq. In metodlarını açdıq. Yenə də eyni nəticəni aldıq. Gördüyünüz kimi 80, 90 və 50 nömrəli departamentlərdən əməkdaşları bizə gətirmiş oldu. Lakin burada məsələ nə oldu? Biz hər dəfə or operatorundan istifadə eləmədik. Yəni bu bizim işimizi deyək, asanlaşdırmış oldu. Deməli bu gün baxdıq where belə bir şey eləyək. Bu gün baxdıq əsas where operatoruna istifadə, yəni şərt operatorundan istifadəyə baxdıq. Burada nələrdən istifadə elədik? Like-a baxdıq, between-ə baxdıq, daha sonra in operatoruna baxdıq, not, sonra and, or bunlardan istifadə eləmiş olduq. Yəni, bu siyahını əslində uzatmaq da olar. Digər bütün istifadə formaları əslində bir növ bunların kombinasiyasıdır. Yəni, ən əsas bilməli olduğumuz hissələrdən biri, düzdür, hamısı lazımlıdır, amma and və orun işləmə məntiqidir. Yəni, bizə ola bilər ki, eyni anda bir neçə şərt tələb oluna bilər. Tutaq ki, bizdən bir neçə departament tələb olunursa, burada artıq and operatorunu istifadə eləmək bir növ mənasız olacaq. Çünki bir adam bir neçə departamentdə işləyə bilməz. Və həmçinin oradan istifadə edərkən də diqqətli olmaq lazımdır. Müəyyən aralıqlar veriləndə, məsələn, between-də də qeyd etdiyimiz o and-dən istifadə eləyirik. Yəni, müəyyən aralıqlarda, müəyyən şərtlərdə and-in də istifadəsinə və həmçinin orun da istifadəsinə mütləq diqqət yetirmək lazımdır. Bu günlük bu qədər. Bu videonu qısa tutdum. İnşallah növbəti videolarda daha ətraflı danışacağıq. Sağ olun.